İnsan beyni niyə bu qədər məntiqsiz qərarlar verir? İnsan özünü ağıllı varlıq hesab edir. Ən azından əksəriyyətimiz belə düşünürük. Bizə elə gəlir ki, verdiyimiz qərarların arxasında məntiq var, düşüncə var, səbəb-nəticə əlaqəsi var. Lakin biraz geri baxanda həyatımızdakı bir çox vacib qərarın sonradan bizə belə bir sual verdiyini görürük. Mən bunu niyə etdim? Bu sual adətən səhv münasibətlərdən, düşünülmədən verilmiş qərarlardan, lazımsız risklərdən və ya sonradan peşman olduğumuz seçimlərdən sonra ortaya çıxır. Maraqlısı isə odur ki, həmin qərar verildiyi anda bizə tamamilə düzgün, hətta ağıllı görünmüş olur. Bu ziddiyyət insanı çaşdırır. Əgər biz ağıllıyıqsa, niyə bu qədər tez-tez səhv edirik? Elm bu suala çox sadə, amma bir o qədər narahat edici cavab verir. Problem bizim zəka səviyyəmizdə deyil. Problem beynimizin necə işlədiyindədir. İnsan beyni həqiqət tapmaq üçün deyil, sağ qalmaq üçün formalaşıb. Bu fərq ilk baxışda xırda görünsə də əslində hər şeyi izah edir. Beynimizin əsas strukturu minlərlə il əvvəl insanın gündəlik həyatda real təhlükələrlə üz-üzə qaldığı bir dövrdə formalaşıb. O dövrdə yanlış qərarın qiyməti çox ağır idi. Bir saniyə gec reaksiya vermək, bir təhlükəni düzgün qiymətləndirməmək insanın həyatı bahasına başa gələ bilərdi. Buna görə də beyin sürətli işləməli, çox düşünmədən qərar verməli idi. Bu mexanizm bu gün də işləyir. Sadəcə problem ondadır ki, dünya dəyişib. Amma beyin demək olar ki, olduğu kimi qalıb. Biz artıq vəhşi heyvanlardan qaçmırıq, amma kredit qərarları veririk. Sosial təzyiqlərlə üzləşirik, yüzlərlə seçim arasında qalırıq, informasiyaya boğuluruq. Köhnə beyin isə bu yeni problemlərə uyğunlaşmaqda çətinlik çəkir. Psixologiyada bu vəziyyəti izah edən sadə, amma güclü bir model var. Nobel mükafatı almış psixoloq Daniel Kahneman beynin qərar vermə prosesini iki əsas sistemlə izah edir. Bunlar texniki terminlərlə izah etmək olar, amma gündəlik dildə desək, bu iki sistemdən biri tələsik, digəri isə düşünən beyindir. Tələsik beyin avtomatik işləyir. O sürətlidir, emosionaldır və çox vaxt nə etdiyini soruşmadan reaksiya verir. İnsan qorxanda, əsəbləşəndə, ani sevinəndə və ya bir şey görüb dərhal istəyəndə bu sistem işə düşür. Gün ərzində verdiyimiz qərarların böyük bir qismi məhz bu mexanizmdən qaynaqlanır. Düşünən beyin isə tam əksinə işləyir. O yavaşdır, enerji tələb edir və insanı bir qədər yorur. Hesab aparmaq, uzun müddətli plan qurmaq, özünü saxlamaq və impulsu idarə etmək bu sistemin işidir. Problem ondadır ki, beyin təbiət etibarilə enerjini qorumağa çalışır. Buna görə də düşünən beyin yalnız məcbur qalanda işə düşür. Nəticədə isə qərarların çoxu avtomatik şəkildə, yəni tələsik beyin tərəfindən verilir. Bu vəziyyət insanı başqa bir təhlükə ilə üz-üzə qoyur. Biz səhv qərar verdiyimizi çox vaxt hiss etmirik. Əksinə, beynimiz verdiyi qərarı sonradan məntiqli göstərməyə çalışır. Psixologiyada buna koqnitiv aldanmalar deyilir. Sadə dillə desək, beyin öz səhvlərini ört-basdır etməyi sevir. Məsələn, insan bir fikrə inanmağa başlayanda beyin yalnız həmin fikri təsdiqləyən məlumatlar seçir. Əks arqumentlər ya görməzdən gəlinir, ya da əhəmiyyətsiz sayılır. Bu hal gündəlik həyatda çox rast gəlinir. Bir qərar vermək istəyəndə əslində biz həqiqəti axtarmırıq. Biz artıq vermək istədiyimiz qərarı haqlı çıxaracaq səbəblər axtarırıq. Bu da qərarların obyektivliyini ciddi şəkildə azaldır. Başqa bir güclü mexanizm itirmə qorxusudur. Araşdırmalar göstərir ki, insan itkilərə qazanclardan daha güclü reaksiya verir. Yəni, bir şeyi itirmək hissi eyni ölçüdə bir şeyi qazanmaqdan daha ağrılıdır. Bu səbəbdən insanlar onlara zərər verən münasibətlərdə qalır, sevmədikləri işləri tərk etmir və səhv qərarları düzəltmək əvəzinə onlara daha da bağlanırlar. Çünki beyin mövcud pis vəziyyəti naməlum bir riskdən daha təhlükəsiz hesab edir. Qərarların necə təqdim olunduğu da beynin reaksiyasına ciddi təsir göstərir. Elmi eksperimentlərdə eyni nəticə fərqli formada təqdim edildikdə insanların tamamilə fərqli seçimlər etdiyi müşahidə olunub. Eyni riyazi ehtimal qazanc kimi göstərildikdə təhlükəsiz görünür. İtki kimi göstərildikdə isə riskli davranışa səbəb olur. Bu isə onu göstərir ki, qərarlarımız faktlara yox, hiss etdiyimiz emosiyalara əsaslanır. Emosiyalar bu prosesin mərkəzində dayanır. Beyində amigdala adlanan bir hissə var ki, qorxu, qəzəb və stres zamanı aktivləşir. Bu hissə işə düşəndə düşünən beyin arxa plana keçir. İnsan o anda nəticələri düşünmür, gələcəyi hesablanır, sadəcə reaksiya verir. Sonradan kaş ki ilə başlayan cümlələr
məhz bu mexanizmin nəticəsidir. Müasir dünya bu problemi daha da dərinləşdirir. Sosial şəbəkələr, sürətli informasiya axını və daimi diqqət bölünməsi insan beynini davamlı olaraq tələsik qərar verməyə öyrədir. Biz getdikcə daha az düşünür, daha çox reaksiya veririk. Bu isə səhv qərarların sayını artırır. Bütün bunlar insanı çıxılmaz vəziyyətdə qoymur. Beynimizin bu cür işlədiyini bilmək, onu tam nəzarət altına almaq demək deyil. Amma təsirini azaltmaq mümkündür. Qərar verməzdən əvvəl qısa bir fasilə vermək, emosional vəziyyətdə ikən böyük seçimlərdən qaçmaq və özünə sadə suallar vermək belə beynin avtomatik reaksiyasını zəiflədə bilər. İnsan beyni mükəmməl deyil və heç vaxt da olmayıb. O, məntiq maşını yox, sağ qalma mexanizmi kimi formalaşıb. Səhv qərarlar vermək zəiflik deyil, insan olmağın bir hissəsidir. Əsas məsələ bu mexanizmi tanımaq və hər qərarı kör-körənə qəbul etməməkdir. Çünki beynin necə işlədiyini anlayan insan onun təsiri altında daha az qalır. Videonu faydalı hesab edirsinizsə, bəyənməyi, paylaşmağı və mövzu ilə bağlı fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Sizinlə mən Arif Qəribidir. Bir sonraki videoda görüşmək ümidi ilə. Allah'a emanet olun.